Tural? İnci. Bütün danışıqlarını eşitdim. Sen Murad mənimlə sevgilisən. Ne? Ne sevgili? Aygı söhbəti fırlatma. Deyirəm hər şeyi eşitdim. Tural sen ne danışırsan? Ha? İnci narahat ediyor bu seni. Aa, geldi çıktı yine. Ha, bir dəqiqə deyən sənlik deyil. Yer çık git lan ne istiyorsun? Deyirəm sənlik deyil, de imkan ver. Ne sen ne diyorsun? Durma yere git çık git lan. Perviz! Neyiniz? Hemşire değil misin? Bestirin! İnci. Sen Murad mənimlə sevgilisən. Ulan yer git lan ha? Ben sevgiliyim. Nə vaxtdan? Yəni nə vaxtdan sevgilisiz? Tural. Sen bilirsən də o universitetdeki qaydaları. Hı? Demərsən də heç kimə. Ha? Rahat olma İnci. Rahat olma. Biz bəzi insanlar kimi hər eşitdiyimizi qeyb onun ovcuna koymuruq. Narahat olma. Tural. Ben sana inanırım. Narahat olma. Söz. Ne izahat verirsen ona? Diyerdin yol rədd olub çıxıb gedərdi də. Perviz. Tural yad adam değil ki. Banu'nun sevgilisidir de. Dəli olmusan? Niye Gülşen? Bence ne var onu diyemem ya. Həll olmaz, tezdir. Neye tez Gülşen? Vaxtın ne önemi var? Ya indi dedi ya sonra dedi. Ha? Yox da, yox. Eşitdin nə dedim? Mahir. Mahir! Ha eşittim ha öldürdün ya. Yaxşı bu dəfə də sən deyən olsun, eyb yox, nə var, borc olsun. Onsuz da axır vaxtları arvad sözünə oturub dururuq. Allah axırın xeyir eləsin. Sən məmsən mə? Cadu zad eləməmsən. Oy mama nətərsən? Çoxdan gəlmişsən? Necə tez gəldin? Geç gəlməliydim ki, Yox yəni sən burada nə edirsən? Yemək hazırlamısan? Yemək? Yox. Necə yəni yox? Özünüz dediniz axı, yemək işinə qarışmayayım. Siz pişirəcəydiniz. Tutaq ki dedim. Yemək hazırlamalıydın. nə olub sana? Ha? Öz sakitləş, nə olub, nə? Bu dəqiqə heç nə demə. Əsəbiyəm. İsvayız papaya ilə əsəbləş.
Səndən cavab gözləyirəm səndən. Deyirəm ki, bu üzük nədir? Əslində mən sənə deyəcəkdim. Nəyə deyəcəkdin? Hı? Niyə bunu eləmsən? Nədir bura, bu İnci Murad yazdırmağın? Nədir məqsədin? Niyə belə məsuliyyətsiz deyilsən? Kim verdi bunu sənə? Kim verəcək? Şərəfsiz Pərviz. Dedi ki, Banudandır. Mənim pis fikrim yox idi, qaqaş. Əslində mən sizə sürpriz eləmək istəyirdim. Sürpriz? Hə, sürpriz eləmək istəyirdim. Elədin sürprizi bir. Özü də Pərvizdən, hə? Sən xoşuma gəlirdi, o şərəfsiz mənim tələbələrimin yanında mənimlə məzələnir, sən də bunu rahatlıqla həzm edirsən, hə? Yaxşı, qaqaş, bağışla. Mənim pis fikrim yox idi əslində. Amma bilmədim belə olacaq. Yəqin universitetdə düşürmüşəm. Bağışla, üzr istəyirəm səndən. Bir də olmaz belə şey. Mən elə bilirdim sən böyümsən. Təəssüfkarla uşaqsan. Təəssüf. İstədiyin oldu Hava xanım. Ürəyincə oldu. Ay mənim əfəl oğlum. Yazıq balam. Elə bilirdin, anun sənin pisliyi istəyir, hə? Elə bilirdin, elə Hava xanım boş-boşuna danışır özü üçün. İndi başa düşdün ki, böyünün sözünə, ananın sözünə qulaq asmaq lazımdır. Neçə dəfə sənə dedim ki, o qıza inanma, hə? Başın daşdan daşa dəydi, sonra mənə inandı. Arvadın səni pula satdı. Hə İrşad, pula görə arvadın atdı səni. Sevişsən, başqa dönümsən, qadı olaram mən. Sən saxla, onun qadasını mən alacam. Ölməmişəm ki, özüm alacam qadasını. Diyanan, şəxsən mənim üçün də Səbiş brend kimi bir şeydir də. Səbişin qadasını özüm alacam. Yox ya, fakt çəkil dur qırağa. Səbiş biraz ağırdır da. Qoy onun qadasını mən alım. Bir dəqiqə, şirinlik eləməyin. Səblərin qadasını mən özüm alıram, topdan qiymətlə. Əgər sizə lazımdırsa, dənə-dənə sata bilərəm, problem yoxdur. Qadanı mən alım. Başına dolanım, sənə qurban olum, ay qız, ay qız. Qadanı mən alım, başına dolanım, sənə qurban olum, ay qız, ay qız. Odur. Səbiş, sən quzu kəsərəm mən. Quzu. Quzu. Yollara lalələr düzərəm, mən düzərəm. Lazım gəlsə quzu kəsərəm, mən kəsərəm. Quzu. Rəhim əmi ilə Rəhim əmi kimi. Əmi. Səbinə, bunlar bilmirlər bu qadanı alıram nə deməkdir. Mən sənə deyim, qada ağracı deməkdir. Bunlar həkim zatdılar sənin ağrını götürsünlər. Amma bu Nisrətə bu 500 manatla zarafat eləmişdin ha. Onu yenə eləsəm mən sən qadanı alaram. Mənim qadam olsun Ülvünün ürəyinə. Sən də qadan mən istəməyənlərin ürəyinə. Uşaqlar, sizə bir söz demək istəyirəm. Ondan sonra alarsınız qadamı. Ülvi ilə bağlıdır.
Ya söhbət öldü də qurtardı, söhbət qurtardı. Yaxşı da görə nə deyir? Ya öldü, söhbət öldü, qurtardı. De Səbiş, de. Uşaqlar, baxın, mən Ülviyə haqq vermirəm. Amma mənim qadamı alırsınızsa, məni bağışlamısınızsa, onda Ülvini də bağışlayacaqsınız. Ay qız, sizin o gic zarafatınıza görə biz neçə gündür dəli olmuşduq. Xəbərin var? Nurlan, başa düşürəm, Mən demirəm ki, mən düz eləmişəm, ya Ülvi düz eləyib. Səhv də eləmişik. Amma o manyak mənə doğrudan qaçırtmışdı axı. Niyə bunu nəzərə almırsınız, hə? Ülvi də gəldi tək başına məni xilas elədi. O olmasaydı mən bu dəqiqə... Bilmirəm. Murad müəllim nə dedi? Danışdım Muradla. Pərviz üzüyü göndərib evə. Bilirəm, bu şərəfsiz Pərviz mənə dedi üzüyü göndərdin. Bir şey olmadı? Amma dəyişib göndərib, içinə Muradla İnci yazdırıb. Nə tür adamdır bu? Belə adamdır. Xəstədir də, xəstə, başı çatmır. Nəysə. Xəstəsən, bu nədir? Banu, mən Pərvizə görə öz fikrimdən dönən deyiləm. Və istəmirəm sən pis olasan. Tural, bilirsən də bu elədiyimiz nə qədər təhlükəlidir. Bilirəm. Əslində, Murad müəllim də elədiyi təhlükəlidir. Rus müəllim, neyinir ki Murad müəllim? Sağ ol da, Banu. Mən səndən soruşuram ki, qardaşımın istədiyi, görüşdüyü, sevdiyi kimsə var ya yox, sən mənə yox deyirsən. Amma mən gibi özüm öyrənirəm ki, İnci ilə Murad müəllim sevgilidir. Tural, heç kimə deməzsən də buna, hə? Mən qorxuram, bunu kimsə işlər, Muradı uzaqlaşdıralar universitetdən. Çirkin, narahat olma, heç kimə deyən deyiləm. Amma sən niyə pis oluram? Mən burada sənin barmağa üzüyü taxıram, biz nişanlanırıq. Amma sən hələ də məndən nəysə gizlədirsən. Yaxşı da Tural, yaxşı, nə olar, incimə. Qurban olma, incimə. Valla mən Murada görə narahat oluram ki, birdən kimsə qulağıma çatar, universitetdən uzaqlaşdıralar. Muradla İnci də bir-birlərini çox sevirlər. Biz də bir-birimizi sevirik də, Banu. Elə ona görə də deyirəm ki, gəl Murad müəllimi kimi sevgimizin arxasında dayanaq. Qoy Murad müəllimdən öyrəndiyimiz birinci şey bu olsun. İndi universitetdəyik. Gəlib görəcəklər. Belə deyənək, söhbət edin. Kitab götürək, yoxlayırıq. İnəkləri sağırdım, nənəmi tez çağırdım, inəkləri sağırdım, nənəmi tez çağırdım, nənəm gəlmədi, nənəmi... Bu satdığın şirniyyatların istifadə tarixinə tez-tez bax. Yoxsa bunlara nə var? Ağızlardan nə gəldi basıb yeyirlər. Siz narahat olmayın, revizor gözəl xanım. Şəxsən buradan heç kəs zərər görə bilməz. Bunu mən Rüstəm tam əminliklə deyirəm. Arxayın ola bilərsiniz. Yəni də bax da, məndən demək. Oldu.
İnəkləri sağırdım. Nənəm itirdim, xalına zadına bax, getib xalığı kəsdim. Nənəm gəlmədi, nənəm gəlmədi. Nənəmi çağırdım, nənəm gəlmədi. Çox istəyişmə. Mərdəyə ziyandır da. Soyutmuşam da. Ən yaxşısı su iç, gündə 2 litr. Mənim mədim 50 qram yer. Nüsrət! Nəsə istəyirsən, alım sənin üçün bufetdən. Minnətdaram xanım. Ölənə qədər minnətdaram sizə. Mən də sənə. Buna bax. Alçıpan tavana oxşur. Üstündə nə cür boya, kraska istəyirsən var. Azaç belə də dərsə gələrlər. Nə dedin sən? Mənə deyirsən? Deyirəm ki, üzümün pudrası gedib. Bir bax gör nə inirsən. Düzəliş elə. Gözəl xanım, məndə heç bir problem yoxdur. Yox, sənin bir problemin var. Onun da çarəsi elə tapılmıyor. Buna baxın. Mən nə sən? Ülvi, sən bax, belə baxanda elə gəlir ki, gözəl görsən sən, hə? Valla, brat, sən anladıblar. Kim deyibsə yalan deyib. Sən də konkretlə məzələni bilər. Ay qız, sən get öz işinlə məşğul ol. Bir də mənlə bağlı mənim ailəmə şikayət getsə, özündən küs. Vaxtında dərsdə olmaq lazımdır. Hələ tunun gedək bu canım boğazıma yığ təmiz. Sən əl çəkəndə ölüm. Doğrudan bizdə psixologiya dərsidir da indi desən. Zəng vurulmamış gedək, sonra gecikərik. Bunlara bax, heç mənim dərsimə belə qaçmazsınız. Dərsinizdə tənəffüsə sıxırıq ki, biz mənim yazıcam. Sən deyən, sən vəbşə danışma. Buna bax. Heç yaxşı olmadı. Durun dərsə, tez. Dur da, nə oturmuşsun? Nə oldu dedi burada? İnci, gəlmirsən? Siz gedin, mən gələcəm. İnci. Yaxşı oldu sən gördüm. Elə mən də səndən danışmaq istəyirdim. Nə olub yaxşı sana? Mən yaxşıyam. Amma Tural... Nə olub Tural? Tural bilir. Nəyi? Səndən məni. Vəssalam da. Murad, inan ki mən belə olsun istəməzdim. İnanıram. Amma niyə də? Niyə sən mənim uşağın dilinə salırsan? Niyə? Tural yaxşı oğlandı ya. İnan heç kimə deməz. Narahat olmağa da dəyməz. İnanıram. Sən yadındadsa Pərviz haqqında da belə demişdin. Mənə düşmən kimi baxırsan bana. Görürəm axı. Yox.
Sizə elə gəlir yəqin. Mən sizə müəlliməm kimi baxıram. Banu, mən səni çox istəyirəm. Sən bilsəydin ki, dərs başlayır yazılır. Hamımıza qayıdın. Salam müəllimə. Salam, salam uşaqlar. Salam müəllim. Salam. 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 Necəsin? Buyurun Nüsrət. Necəsin müəllimə? Belə psixologiyamız pozbayı təmiz, belə kirayə pulu zad, ayam qaşıb, hər şey üstümüzə gəlir. Bir şey fikirləşin, mənim nəsə eləyin. Keç əyləş. Bunun hamili deyiləm, bunu yola verirsin mən. Bunu hamile yola verir. Ha? Uşaqlar, bugün istəyərdim ki, keçmişdən danışaq. Bax, sizcə keçmiş keçmişdə qalmalıdır, yoxsa necə? Olar müəllimə. Üzr istəyirəm, gecikdim. Keç əyləş. Hə, eşidirəm uşaqlar. Kim bu barədə bir söz demək istəyir? İnci, mövzumuz keçmişdir. Bax, səncə, keçmiş keçmişdə qalmalıdır, yoxsa... Müəllim, əgər siz soruşursunuzsa, onda gərək nə var, nə yox, hamısını deyək. Çox ürəyə yaxın müəllim deyə. Atam az qalır, hər şey açıb desin. İnci, məncə sən çox da danışma. Niyə? Müəllimədir, biraz məsafə saxla. Məncə, keçmiş deyəndə nəyi nəzərdə tutduğumuz əsasdır. Əgər səhvlərimizdirsə, onsuz da keçmişdə qalmaz, bizlə gələr. Ya öz ya da incitdiyimiz insanların həyatında. Deməli, sən fikirləşirsən ki, keçmiş keçmişdə qalmamalıdır. Əvəzi çıxılmalıdır. Belə? Niyə ancaq keçmiş deyəndə bir şeylər fikirləşirik? Əslində, müsbət keçmişdə qalmamalıdır. Əslində elə müsbətdirsə, keçmişdə qalmır. Əhval-ruhiyyəmizdə qalır ya da hadisələr şəklində. Bu isə şuur altının bizə təzahürüdür. Təzahür. Təzahür xoşuma gəldi, nəsə maraqlı sözü. Hə, Gülşən, sən nə demək istəyirsən bu barədə? Bir insanın keçmişi öz əlində olmayıb, qərarları başqaları tərəfindən verilib və həyatları əlindən alınırsa, onda... Sən elə deyilsin ki? Fikirdir də deyirəm, keçmiş haqqında. Nə var ki burada? Bunlar nə danışırlar, nə deyirlər? Təzahürdən sonrası məndə yoxdur. Deyir, eşeğe balçığa bir dəfə batar da, təzahür ayrı şey. Təzahür nə eşeğe yəni bir dəfə batır. Hə, bala kişi, sən nə fikirləşirsən bu barədə? Eşeğe barədə yoxsa? Yox. Ha. Bəli. Mənim belə keçmiş belədir də, yəni keçmiş dedim mənim ağlıma nə gəlir? Uşaq vaxtı ilk quzum, Allah rəhmət eləsin, balaca quzum vardı. Hə, sağ ol. Elə bir ki, keçmiş bir işıq kimidir. Adamın yadına o belə qəribə şeylər gəlir. O belə keçmiş belə itib batmış şeylər belə nətər deyim, belə Əslində düz deyirsən bala kişi. Bax, insanın yaddaşı bəzi şeyləri silməsəydi, biz həyatımıza davam eləyə bilməzdik. Borges'i tanıyanlar var sizin aranızda. Bir dəqiqə, mən Botex mənim atam tanıyır. Xeyr ola mən Botex tanımalıyam. Xeyr ola. Müəllimə, mən tanıyıram. Argentinalı şair və yazıcıdır. Yaxşı, zağır ol biraz. Sən də ki elə maşallah hamını tanıyırsan ha. Qız uşaqsan ya, ayıbdır.
Sakit. Borges'in kısa bir hikayesi var. Oradaki kahraman bütün ne olursa olsun hiçbir şeyi yaddan çıkara bilmir. Bak, bütün hadiseler yaddaşında üst üste yığılıp kalır. Yazıcı bax bu kısa hekayə ilə unutmağın həyatımız üçün necə əhəmiyyətli olduğunu göstərir. Müəllimə, mənim üçün keçmiş deyəndə siz nə yadıma düşür? Balacalığım, yəni cıqqıllığım da və qırmızı donlarım var idi. Balaca oyuncaqlarım vardı. Darıxdım. Onda səndə keçmiş 100% keçməyib hələ. Oca. Allah sağ ol. Mən düşünürəm ki, keçmiş elə keçmişdə də qalmalıdır. Yəni, indinin ağırlığı da çoxdur. Çiyinlərimizə keçmişin yükünü almaq lazım deyil. Ona görə də mənim müraciətə verilişimin adı keçmiş davam edici zamandır. Sənə bir dəfə qulaq asmışam, Tural. Əladır, davam elə. Çox sağ olun. Sizi də dəvət eləyərəm. Keçmişi fikirləşəndə elədiyin uşaqlıqlar yadıva düşürsə, demək dünənki keçmişin bugün sənin üzvü qızardır. Elə keçmişdə qalsa yaxşıdır. Şo da yəni, keçmişdə qalsa yaxşıdır, düz deyirsən. Əsas odur ki, səhvimi başa düşəsən. Onda sən də öz qəhrəmanlıqlarından danış. Hədə sən də artist eləmə də, başa düşdük də, çox ağlama. Bağışladıqda sən. Eləmə də. Nüsrət, bəs sənin keçmişinlə bağlı xatirələrin yoxdur? Danış da eşitmək istəyirəm mən. Mənim əvvəlin başı keçmişimdə olsun. Mən bilməm, hamısı format eləmişəm. Bilməm nə var, nə yox. Zəngdir uşaqlar. Nəsə mən eşitmədim. Biz eşitmədik zəngi müəllimə. Mən də. Heç mən də eşitmədim. Mən elə yüngül var eşitdim biraz. Biz gedəyik, qayb yazıları sonra. Gələn dərsi gecikməyir. Bundan sonraki dərs çox maraqsız deyil müəllimə, özmürüm. Müəllimə şehirdən zaddan cübbullaracaq, hamısı da yuxu tutacaq, yatıb qalacaq. Müəllim, siz öz fikrinizi demədiniz. İnsan səhvləri ilə var olur. Məhkum olmuş ola bilər ya da evliliyində bir problem yaşayıb boşanmış ola bilər. İçkidən asılılığı ola bilər. Fərqi yoxdur. Bax, bütün bu insanlar üçün yeni həyat qurmaq çox çətin olur. Amma biz bir şeyi bilməliyik ki, insan dəyişir. Fikirlər də dəyişir. Bizim kimisə keçmişdə elədiyinə görə dəyərləndirməyə haqqımız yoxdur. Çünki öz həyatımız da belə keçmişlərdən sığortalanmayıb. Hə, Eldar. Gəlinin iç üzünü açdım. Hə, mən. Gördün də oğlun necə gəlin gətirdi evə. Pulu görən kimi iç üzünü göstərdi. Hə, elə mən də onu deyirəm də. Hə, Eldar, mən bilmirəm kim kimdir. Qıza baxan kimi elə bildim bu nədir. Nə qoyub nə axtarırsan. Hə. Yaxşı Eldar, özünə müğayət ol, sonra səni zəng vuraram. Sağ ol. İçmişim. Anamın dedikləri düzdür.
Anam bizi seçim qarşısında qoydu da Eşat. Mən nə edeyim? Demək sən seçim eləmirsən, hə? Bağışla Eşat, bacarmadım. Bəs sən məni sevirdin Şəfa. Bəs sənə heç nə maraqlı deyildi. İndi maraqlıdır da. Pulsuz xoşbəxtlik olmur. Deməli sən məni pula dəyişdin. Nəysə Eşat, sənlə yaşamaq istəmirəm. Budur arvadım dediyin qız. Gördün nə oyun çıxartdı? Pullarımı gətirin, mən gedirəm. Uzatmayın da söhbəti. Alam. Bu da sənin pulların. İndi rədd ol evimdən. Xəstəsən, nə edirsən? Nereden bildin? Pəriz, bu nə hərəkət edirsən? Sən incin də məni də pis vəziyyətdə qoyduğunu bilirsən? Hərəkətlərimə fikir ver də biraz. Banu, mən ağıl öyrətmə. Mən nə etdiyimi yaxşı bilirəm. Sən bu elədiklərin cavabsız qalmayacaq. Ən böyük ziyanı özün çəkəcəksən. Salam uşaq. Uşaqların qalanları hanı? Murad müəllim, bu təzə psixologiya müəlliməsi yoxdur, doktor. O maraqlı söhbətlər elirdi. Orada qədim Yunan psixologiya... Ay müəllim, bir-iki suallar qalıb, gələcəklər, narahat olmayın. Olan müəllim. Eləmə, dəlini çəkdən. Taxtı başlayıb. Psixologiya alışdırıb yandılar. Keç. Müəllim üzürlü sayın. Təzə psixoloqun dərsindən çıxa bilmədik. Düz deyil, belə yaxşı avralı insana oxşayana görə belə qaldıq da. Mən belə söhbət elə bir o biri söhbət şəkili maraqlıydı. Elə bir dərs keçmir, söhbət edir. Elə nə öyrədirsə bizə o öyrədir. Hə, bilirsiniz necə? Yəni boş-boş danışmır, yəni fikirləşməyə, düşünməyə yönəldir. Təzahürü, prosta təzahür, ginani. Təzahür qırğın. Nüsrət, nədir təzahür? Nəticə mənim çox belə maraqlı söhbətdir. Özümürüm, təzahür, məzahür sözünü oxşayır belə nəticə. Amma onu dəqiqləşdirib deyəcəm. Həyə, müəlliməmiz elə qəşəng danışır ki, hələ də onun dediklərini fikirləşirəm mən. Makaron, sən niyə danışanda belə qaytarırsan bura? Məgə baxar, deyəcəm. Nəsə? Açığı maraqlı gəldi mənə. Gərək özüm də tanışam onunla müəllimlə. Dərsin yarısı orada oldunuz, yarısı da onun təriflərinə getdi. Uşaqlar, məncə siz böyüdürsünüz, adi müəllimədir. Qardaşın qısqanır, ay səni xətəkar, gönə çox istəyir, canın yansın, canın yansın. Banu xoşun gəlmədi ki müəllimlə? Xoşum gəlmədi, yox. Adi müəllimədir də o biriləri kimi dərs keçir. Siz böyüdürsünüz. Hamısı Murad müəllimə görə oldu. Qaba ola belə maraqlı şeyzat deyildi, tritoçka zat. Axır zamanlar belə jivoy olun, mənim indiki cavanlar belə jivoy olmağı sevir, canlı olmağı sevir, özmürüm. Nüsrət. Gəl. Nəyə gəlmiş? Dərsə.
Mən lazım deyil. Təzahür, məzahür, cəhənnəm olsun bu müəllimə ki. Gülməli, çox gülməlidir. Buyur. Nə deyim mən? Dərsi. Nöqtə, istəyəm. 3 dənə nöqtə. Adam mənəm məzələsin. Düz istəməm. Ya onu dəqiqləşdirin. Şeyim, yazmasalım deyərəm. Geç sal. Nə var? Son deyəcəm, müəllimə deyəcəm, özün baxarsınız. Deyəcəm, görəsən. Aktrisalığım var. Ayaqlı oynadın, kişmişim. Sən də pis deyildin ha. Yaman ağlayırdın. Arvad əməlli başlı inandı. Dünəndən hazırıymış. Onsuz da mənim haqqımda elə fikirləşirdi də. Ona görə də eşidən kimi qəbul elədi. Pəncərə tərəf mənimdir ha. Olsun kişmişim. Az, təyyarənin hər yeri sənə qurbandır. Elşad, say goodbye to Hava xanım. Elə yox kişmişim. Bye bye Hava xanım. Hara? Sushi. Ne? Brand sushi. Sushi? Sushi. Sushi. Ağzı aç da sushi. Sushi. Gedirsiniz, getmişsiniz. Özüm gedərəm. Bax, ay Allah. Dərs qurtarı. Nə yığışmısınız bura? Hələ buna bax. Sənin neçə yaşın var? Dur, gedək buna bax. Neyini sizə? Burada boş-boş oturmaqdansa kitabxanaya getsəz yaxşı olardı. Onsuz da sizdən heç nə olan deyil. Nusrət. Ha. Evə gəlirsən bir yerə çıxaq. Yox, mən evə sonra getməm, lazımdır. Yaxşı Nusrət. Onda acı qalma. Ayağımı da isti saxla. Amma necə olsa, özümün bir də ana qayğısı gördüm bu qızda. Bir də bacı qayğısı gördüm, inandırım səni. Bu bir yerə soxun Nusrət. Gözəl də səndən mırtdaşır. Uşaqlar, ağlıma bir fikir gəldi. Təzə tema var? Gəlin, gözəli starostallıqdan çıxardaq, ərzimiz. Çıxardaq. Mən içəl. Nə içəl? Çirkin gedir, yaz. Hələ çıxmır afaq. Səbirli ol, hələ bir şey deyək, yazaq, düzək qoşaq, tələsmə. Yox, çıxır, tələsmə. Oğlan uşaqlarını başlı başına buraxmaq olmaz. Zəmanə yaman korlanıb. Əvvəlki vaxtlar deyil. Əllərinin altında hər şey var. Elədir, hə. Nəyə gətirdim sözümü? Bizə qalsa deyəsən, səhərə qədər danışmalı olacağıq. Qoy sözümü deyim. Ay Dilbər, gəl Ülkərlə Mahirin işini ciddiləşdirək. Nə deyirsən? Gəl İnci, gəl. Ha Tural, niye çağırmırsan beni? Deyəcəm, otur. İnci,
sən bilirsən sən bu əziz qardaşın nə edib? Kəs səsli. Pərviz. İnci. Sən bu əziz qardaşın deməli gedib üzüyü alıb. Üzüyün içinə yazdırıb İnci Murad. O üzüyü də göndərib Murad müəllimə. İnci, bu adam özündən başqa heç kəs fikirləşmir. Səni də pis vəziyyətdə qoyur. Banun da, Murad müəllimi də. İnci, sən zarafat eləmişəm də, sən məni tanımırsan, mən sənə bəyəm pislik eləyərəm, nə baxsan. Pərviz, dəlisən sən? İnci, qulaq az. Çək əlini. İnci, bir dəqiqə. Dayan İnci, dayan. Sən bu yersiz zarafatların indi heç kimi güldürmür. Zakir müəllimin oğlu. Sən saxla. İnci, qulaq as. Mən qutarmadım. İnci, bu adam mənimlə pis vəziyyətindən istifadə edib. Mən özümdə olmayanda, psixologiyam körlananda bu məni oyuna gətirib. Düzdür, mən peşmanam. Ömrümün axırına qədər də peşman olacağım, it kimi. Amma pis, yaxşı cəzamı çəkmişəm. Bundan sonra növbə sənindir. Kişiliyin çatırsa gəlib Murad müəllimə deyəcəksən ki, bacılı mərci mən qoymuşam. Yox, sən kişiliyin çatmırsa, sən Murad müəllimi sevirsən də, İnci? Gözümə bax. Məncə, sən sevdiyin adamdan heç nə gizlətməməlisən. O deyə bilmirsə, sən gəlib deyəcəksən ki, Banunu Mərcə Pərviz qoyub. Heç bir biz deyə bilmirsinizsə, Allaha and olsun özüm gedib deyəcəm. Bir hayatım var benim o da borca. Ölü arzularla tam dolu boğacağım. Danışacağım özel falatımı yığacağım. Bence alınacak, bence bacaracağım. Yordanlık bir neferin ömründen etmişim. Ama yine beni aktarır o eşitmişim. Şekillerin hamısını silmişim. Kövrəlməyi anlamağı terk etmişim. Bir gün görüşədiler, belki balacadır. Binaları insanlarından ucadır. İndi bu şehirde sen adi sakin. Sana karşı ne sevgin kalıp ne kin. Bu mahnını söz verdin ki sana yazacağım. Sabredeceğim, sen kulak asınacaksın. Sevdaları bir gün onun seni tapacak. Samalara ben hemşeri uçunacağım. Söz verdin ki sana yazacağım. Sabredeceğim, sen kulak asınacaksın. Sevdaları bir gün onun seni tapacak. Samalara ben hemşeri uçunacağım. Benim ilham verimdi gece şehrin sakit olmağı. Şəxsən onun mənə və mənim ona ait olmağım. Mən bu şəhərin adını köhnə dost qoydum.
Neleri gördüm, duydum, neleri şahit olmuşum.